Qızlar, mən hazırlaşmışam, gedirəm gəzməyə, gəzinti vlogu ilə qarşınızdayım. Ən maraqlı, ən yadda qalan gəzinti qızlarla olan gəzintidir. Bu dəfə uşaqlarsız getdim, çünki uşaqlarla gedəndə heç nəyin dadını çıxarda bilmirəm. Ancaq məni yorurlar. Gəldik Nərimanov metrosunun çıxışına, metro parkın düz yaxınlığındakı Bərəkət Özbək restoranına. Bu məkanda siz özünüzü evinizdə kimi hiss edəcəksiniz. Artıq bura ikinci dəfədir gəlirəm. Əsl Özbək mətbəxinin ləziz təyyamlar məhz buradadır. Bu dəfə də gözlərimlə Özbək plovunun və samsanın hazırlanmasının şahidi oldum. Bütün yeməklər Özbək şefi tərəfindən hazırlanır. Bu məkanda bir sözlə özünüzü Özbəkistandaymış kimi hiss edəcəksiniz. Bundan əlavə buranın satış bölməsi var. Özbək quru meyvələr, Özbəkistandan gəlmə belə maraqlı halvaları, çayları və burada bişən Özbək çörəklərini münasib əldə edə bilərsiniz. Bizim setimiz artıq hazır idi. Bu gördüyünüz Daşkent seti gedir. Özbək plovu, 2 cür salat, xanım yeməyi, samsa və 2 su daxildir. İlk öncə Özbək plovunun dadına baxıram. Bu kələm salatı ilə yeyilir və dadı o qədər mükəmməl. Ən əsası ətləri pambıq kimi idi. Samsanı isə bir ayrı sevdim. Hər bir yemək isti gəlmişdi. Bu isə xanım yeməyidir. Maraqlı dadı vardı. Həm içərisində kartoşka, həm də ət var idi. Bura gəlsəniz mütləq Özbək çayının da dadına baxın. Bizim günümüz çox maraqlı keçdi.